həqiqətən ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan bizik. Biz hər şeyi açıq-aydın yazıda qeydə almışıq. Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək. O zaman onlara 2 nəfər elçi göndərdik. Amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi 3-cüsü ilə qüvvətləndirdik. Elçilər, həqiqətən biz sizə göndərilmiş elçilərik, dedilər. Onlar dedilər, siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız. Elçilər dedilər, Rəbbimiz bilir ki, biz həqiqətən də sizə göndərilmiş elçilərik. Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir. Onlar dedilər, biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır. Elçilər dedilər, sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məyər sizə edilən öyüd nəsiyyəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz. Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi, ay cəmaat, elçilərin ardınca gedin. Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin.